Sözlər olur, içimizi dağıdır ciddi. Nöştümədim. Elə də hərdən dərd çəkirik. Kəş onun orada ağzından belə vurardım. Deyib evdə yatmırıq fikir. Dəli idi həqiqətən. Başımız xarab olur. Ürəyim soyuyardı. Mənim o yer olub belə. O deyir, ağlı yoxdur, sən ağıllı ol, danışma. Utdu səni filan sözdür. Bayat onunla dünya dağılır. Şeytan səni bir şeyə vəsvəsə eləyəndə, dinən ki, sonra eləyərəm. Bu sözü dedizdirmək istəyirsən, dinən ki, sonra deyərəm. Bilirsən də o dedizdirmək istəyir. O söz gəlir deməyə, ya bir şey, sənə bir şeylə vəsvəsə eləyir, dinən ki, sonra deyərəm. Vaxt çox. O tələsdirir, günaha tələsdirir. Sən xeyir işə tələs, günaha təxirə sal. Xeyir iş belədir ki, onu əldən verdin, getdi, gəlməyəcək. Pis iş belədir ki, təxirə saldın, yenə gələcək. Üzdüdür. Yox deyəndə, qorxma ki, ailimdən çıxacaq, gələcək. Amma ikinci dəfə gələndə sən biraz da güclənəcəksən, o zəifləyəcək. Sən sadəcə təxirə sal. Gücün çatmır, yox deyəsən, yox deyəmirsən. Dinən ki, sonra eləyərəm. Bu, ona öldürücü zərbə vurur. Çünki o tələsdirir. Onun planı ki, alt üst olda əsərləşir. Sonra yenə həmlə eləyir. Amma sən artıq güclənmirsən. Sonra ilə onun belini sındıra bilər.